Nizamsız adamın ibadəti fayda verməyəcək və yaxud da dindən çıxacaq. Axşam hər adam hesab kitab eləsin, hər adam. Desin ki, mən özümə təyin elədiyim proqramdan çıxdım ya çıxmadım. Bundan əvvəl demə proqram təyin eləməlisən ki, axşam hesab kitab eləyəsin. Mən filan işləri görəcəm bir ay, sonra axşam hesab kitab elə, hər gün. Mən proqramıma uyğun yaşadım bugün yoxsa yox. O proqramında hər şey olsun, əyləncən də olsun, dincəlməyin də olsun, hər şey. Proqram təkcə namaz proqramı deyil, gündəlik həyat proqramı və onu dini hesab elə. Onun hesab kitabını Allahla elə. Dinən mən bir saat gec yatdım, üzr istəyirəm. Bunun üzrünü Allahdan istəyirəm. Allaha aidiyyatı var. Biz elə bilirik Allaha aid olan ancaq bizim namazlarımızdır. Allah deyir, həyatınızı necə siz gedin yaşayın, mənlə namaz söhbət eləyin, oruç söhbət, elə deyil. Həyatın sahibi Allahdır. Həyatın düzgün yaşanmasının hesabatı Allaha verilməlidir.